Əziz izləyicilərimiz, biz bugün Cəlilabad rayonunun Musalı kəndində gözəl bir, dəyərli bir müəllimimizin evində qonağıq. Salam müəllim, xoş gördük sizi. Adınızı, soyadınızı bilmək olar. Xoş gəlmisiniz, həmişə siz gələsiniz. Mən sizi TikTokda həmişə izləyirəm və sizin bu addımınızı çox dəyərləndirirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Quliyeva Aydən Məmmədəli qızı. 1960-cı ildə Lənkəran rayonunda anadan olmuşam. Hal-hazırda isə Cəlilabad rayonu Musalı kəndində 42 ildir burada yaşayıram və 35 ildə ibtidai sinif müəllimi işləmişəm. Bu ildən isə təqaüdə çıxmışam. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? Hansı məktəblərdə dərs demişsiniz? Elə Musalı məktəbində 1991-ci ildən 2025-ci ilə qədər Musalı məktəbində işləmişəm. Ümumilikdə neçə il müəllim kimi fəaliyyət göstərmisiniz? 35 müəllimlik fəaliyyətim var. Fəxri adlarınız, mükafatlarınız olub? Daha doğrusu, necə deyim, fəxri adlar yox, amma təltifnamələrim olur. Çox gözəl. Bu da sizin uğurlarınızdan biridir. Neçənci ildən təqaüddəsiniz? 2026-cı ildən daha doğrusu. Təzə çıxmışsınız təqaüddə. Allah ömür versin müəllim. Müəlliməlik sizin üçün nə deməkdir? Müəlliməlik mənim üçün hər şey. İnansız, mən uşaqlarla özümü də uşaq hiss edirdim. Yəni məni saxlayan, yəni həyatımda o qədər hadisələr olub, məni amma saxlayan o uşaqlarla işləməyim olub. Mən yəni bundan sonra da işləyə bilərəm. Heç mənim üçün heç bir problem yox. Yəni sevirəm. Bu qədər dəyər verirsiniz öz sənətinizə. Çox gözəl müəllim. Müəllimə, Ulu öndərimizin dediyi kimi müəlliməlik çox şərəfli bir sənətdir. Onu da siz layiqincə yerinə yetirmisiniz. Yoldaşınız haqqında məlumat verərdiniz. Yoldaşınız kim olub? Quliyev İsrail. O da mənim üçün pedaqoji indikindən desəm, universiteti qutarıb, daha doğrusu bir yerdə oxumuşuq. Biz orada da tanış olmuşuq. Orada tanış olub, ailə qurmuşuq. Ailə qurmuşuq və 35 il, o 40 ildir işləyir. Məndən qabaq qutarıb 40 il işlədi. Mən isə 35 il eyni məktəbdə həm müəllim kimi işləmişik, həm də o direktor olub, mən müəllim olmuşam. 2023-cü ildə vəfat edib. Allah rəhmət eləsin. Evladlarınız haqqında danışarsınız. Evladlarınız adlarını, neçə evladınız var, adlarını deyərdiniz? 4 evladım var, 3 oğlum, 1 qızım. 8-dən nəvəm var. Böyük oğlum Quliyev Elnur İsrailoğlu, Göytəpə 1 nömrəli məktəbin direktorudur. İkinci oğlum dənizçilik məktəbini qutarıb, ancaq hal-hazırda işləmir. Üçüncü oğlum isə yenə atasının o yolunu davam elətdirir, riyaziyyat müəllimidir, Cəlilabadda işləyir. Qızım da Bakı şəhərində yaşayır, ailəlidir, evdar qadındır. Çox gözəl. Nəticədə yoxdur, inşallah olar. Mən buradan 10 ildən sonra, 5 ildən sonra sizə baxacaqlar, gələcəkdə dərs deyən müəllimlərimiz, müəllimələrimiz, şagirdlərimiz. Onlara nə kimi tövsiyədə bulunardınız? Nə deyə bilərdiniz? Nə deyərdim? Şagirdlərini öz balaları kimi sevsinlər. Əsl müəllim odur ki, şagirdinə öz balası kimi münasibət bəsləyir. Əgər o öz balası kimi onu istəsə, onda hörmət olur aralarında. Necə ki, mən ona sevindirəm ki, şagirdlərimlə, inansız, indi məktəbə geçsiniz, sinifim bu illəri elə bil 3-cü sinifdə oxuyur. Hamısı məni arzulayır. Yəni, mən buna sevinirəm. Gör nə gözəl müəllim, sizin hörmətiniz qazanmışsınız şagirdləriniz arasında, ona görə də sizə belə hörmət veriblər. Öz şagirdlərini sevsinlər, öz balaları kimi sevsinlər. Mən bəs buradan sizə baxacaqlar, dərs dediyiniz şagirdlərinizə nə demək istəyərdiniz? Ümumiyyətlə, Azərbaycan gəncliyinə onu demək istəyirəm ki, vətənin, xalqını sevsin, bir də pis işlərdən, pis əməllərdən uzaq olsunlar. Onda onlar da hörmət qazanacaqlar. Ancaq bunu arzulayıram. Məsələn, institut qutarmaq, nə bilim, oxumaq, o əsas deyil. Hökmandör ki, hamı institut qutarsın, ali təhsilli olsun. Birinci insan olmaq lazımdır. Çox gözəl. Çox sağ olun. Dəyərli, gözəl xatirələrinizi bizimlə bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, bu sənətinizə çox gözəl dəyər verirsiniz. Sağ olun. Sağ olun ki, siz də gəlib bizləri çəkisiz, işıqlandırırsınız. İnanırsınız,
çox sizə minnətdarlığımı bildirirəm ha. Nə Sağ xoş olun. ki bizə müəllim, siz bizi belə dəyərləndirirsiniz. Mümkündür. Sağ olun. Yaddan çıxarmısınız elə şey var. Çox sağ olun müəllim, sağ olun. Sağ olun.